Bugün size Kaolin'den danışacağım. Kaolin bilirsiniz ki biz artık 5 ildən artıqdır ki Kaolin satırıq və tamamilə təmiz Kaolindir, suda həll olan Kaolindir. Ümumiyyətlə Kaolin kənd təsərrüfatında təbii qoruyucu bir orqanik texnologiyadır. Kaolin təbiətin bizə bağışladığı, məhsulunuzu qoruyan, artıran, parıldadan və gözəlləşdirən təmiz bir təbiətdən gələn gücdür. Kənd təsərrüfatında kaolinin istifadəsi dünyada ekoloji dayanıqlı və məhsuldar becərmənin asar texnologiyalarından biri hesab olunur. Günəşə qarşı təbii qalxandır kaolin. Yüksək temperatur və intensiv günəş şüaları bitkilərdə istilik stresi, gün yanığı kimi fəsadlara gətirib çıxarır və eyni zamanda bu hallar da bitkilərdə müxtəlif xəstəliklərin səbəbi sayılır. Kaolin əsaslı preparatlar yarpaqların üzərində incə və qeyri-zərərli bir təbəqə yaradır. Həmin təbəqə vasitəsilə yarpaqları günəşin zərərli şüalarından qoruyur, transpirasiya itkilərini azaldır, suya olan tələbatı balastlaşdırır. Yəni bilirsiniz ki, bitkidə adətən bir çox xəstəliklərin əksəriyyəti bitkidə su balansının pozulması və xüsusilə də suyun azlığından başlayır. Fotosintez prosesini tənzimləyir, vegetativ inkişafı dəstəkləyir. Zərərvericilərə qarşı bir fiziki maneə düşünün kaolini. Kaolin təbəqəsi bitki səthində həşəratların tutunmasını və yumurta qoymasını və eyni zamanda qidalanmasını çətinləşdirir və beləliklə də, belə deyək, meyvə milçəkləridir, tripsdir, ağ kəpənəklərdir, yarpaq cənələridir. Bu, bəzi çiçək zərərvericiləri kimi həşəratların yəni onlara qarşı effektiv bir qoruma təmin edir. Təbii reflent effektinə görə insektisid ehtiyacını azaldır və bioloji balansı qoruyur. Meyvələrin keyfiyyətini və görünüşünü artırır. Kaolin tətbiqi nəticəsində meyvələr daha bərabər rəng alır, yanıq və ya deformasiya izlərindən qorunur. Rəf ömrü, yəni belə deyək, saxlama müddəti çoxalır, ixrac üçün daha uyğun olur. Xüsusilə gilasdır, almadır, nardır, üzümdür, armuddur, pomidordur, pambıqdır, sitrus bitkilərindir. Yəni bunlarda vizual və fiziki keyfiyyəti əhəmiyyətli dərəcədə artırır. Ekoloji təmiz, orqanik təsərrüfatlar üçün də, yəni orqanik təsərrüfatlar da var da artıq ölkədə. O ərazilər üçün, o əkinlər üçün tamamilə 100% uyğundur, heç bir qadağanlığı yoxdur. Ümumiyyətlə kaolin kimyəvi deyil, yəni fiziki təsir göstərir. Torpaqda və məhsulda hər hansı bir qalıq buraxmır. Orqanik sertifikatlı təsərrüfatlarla rahat istifadə edə bilər. Kaolin kənd təsərrüfatında əsas üstünlüklərini qısa şəkildə çatdırsıq, məhsuldarlığı birinci dərəcəli artırır, bitki stresini azaldır. İnsektisidlərə alternativ və yaxud da yardımcı bir rol oynayır. Meyvələrin bazar görünüşünü yaxşılaşdırır, su itkisini azaldır, quralıq dövrlərində, xüsusilə indiki dövrlərdə əvəzsizdir. Bioloji mübarizə proqramları ilə uyğunluq göstərir, elə fərz edin, hansısa bioloji preparat alıb atmışsınız. Kaolindən düzgün istifadə də o da önəmlidir. Tətbiq zamanı bitki səthini tam örtmək vacibdir. Əsas stres dövrləri diqqətə alınaraq 2 dəfə təkrarlanmalıdır. Bir dəfəsi də böyük iş görür. Adətən 1 tona 20 kiloqramla 50 kiloqram arasında istifadə olunur. Mövsümdə 1 dəfə, bəzən də 2 dəfə tətbiqi tövsiyə olunur. Yəni bitkinin stres dövrlərinə uyğun olaraq qərar verirsiniz. İkinci dəfəyə ehtiyac varmı, yox. Kaolin məhsulunuzu qorumağın, artırmağın və bazara ən yaxşı formada çıxartmağın təbii bir yoludur. Ekoloji balansı qoruyaraq məhsuldan maksimum fayda götürmək istəyən hər bir fermer üçün kaolin ağıllı seçimdir. Yəni kaolin əgər hər hansı bir dərmanlamanı ixtisara salırsa, həmin ixtisar sizdə məhsuldarlıqla əvəz olunur. Çünki hər hansı bir insektisid və fərqi yoxdur, fungisid eyni zamanda nə qədər xəstəliklərdə bitkiyə kömək eləsə də toksikliyinə görə də məhsuldarlığın azalmasında rol alır.
Yəni o baxımdan kaolin istifadə edirsinizsə, hər hansı bir insektisiti ixtisara salacaqsa və bir neçə insektisiti də ixtisara salır. Yəni saydığım kimi bir neçə zərər vericilərdə əməlli başlı iş görür və konkret olaraq onların bitkiyə yaxınlaşmasını önləyir. Kaolinli bitkilərə ümumiyyətlə bir çox həşəratlar ümumiyyətlə yaxın düşmür. Belə bir effekti var təsərrüfatlarda. Əsasən də yəni onları qoyaq bir kənara. Ən vacib olan bu dəqiqə meyvədə alma bağlarıdır xüsusilə, nar bağlarıdır xüsusilə. Bunlarda günəş yanığı baş verir. Günəş yanığını önləmək lazımdır. Ən ciddi problemlərdən biridir. Ona görə ən vacib olan bu günləri həmin təsərrüfatlarda kaolin istifadəsidir və çox ucuzdur. Tonu 800 manatdır. Nə qədər istəsəniz istifadə edə bilərsiniz. Yəni qiymətinə görə demək istədiyim. Əslində 15 gündə bir dəfə istifadə olunsa, ümumiyyətlə heç bir pestisitə ehtiyac yoxdur. Heç fungisitə də, tək insektisit deyil. Fungisitin özünə belə ehtiyac qalmır.